tamam ömrümdə heç kimin qabağından qaçmamışam. Hər yerdə və hər zaman düşməni məğlub etmişəm. Yalan Allah'tan savayı heç kimdən qorxmamışam. Ben hemen Rüstem'im ki Toxtağıtmaz Cümüşüt Bey'in evini xaraba koydum. Mənə bir təşəkkür satmaqdan ötürü Şərim Xan'ın evini xaraba koydum. Evine od vurdum, külünü havaya sovurdum. İndi uşaqdan mı qorxacağım? Bir at görməmiş, eline tüfəng almamış, övrət sifətli bir uşaqdan mı çəkinəcəyəm? Ben Rüstem-i Zəmanə heç vaxt Şurasın Fəxrəddin bəy atası Heydər bəydən igid mi olacaq? Əli qılınclı qabağımdan dovşan tazı qabağımdan qaçan kimi qaçırdı. Özünü öldürdüm. Kızını zorla oğluma getirdim. Kardeşlerini vilayetten itirdim. Şimdi uşaqdan mı qorxacağım? Meğer ben ölmüşəm ki Fəxrəddin bəy gelip burada ad koyup san çıkarsın. Heç vaxt onu qəza mənim oğlum Rəşdin qanına layıq göndərib. Əhməd! Deyirlər, Fəxrəddin bəy, Heydər bəy oğlu gəlibdi. Onu görüb eləməmsən. Görəsən, ölənəcəm mənlə əlləşən atası Heydər bəyə bənziyirmi? Xeyr ağa, görməmişəm. Ancaq söyləyirlər ki, çox qəribə oğlandır. Sahidə mülayim. Əlavə deyirlər ki, öz rəyyəti üçün mülkündə azarxana, məktəbxana açdırıb. Həkim də gətirdirib. Eşitmişəm. Nə qədər Fəxrəddin gözəl olsa da yenə mənim oğlum Rəşidin tayı bərabəri deyil. Bir də o nə qədər gözəl olsa, ağıllı, kamallı olsa, mənə bir o qədər xoş. Talih onu mənim oğlumun layıqlı əvəzi bilib göndərib. Əhməd, Rəşidimin yadigarı o bədbəxt gecəni əhd-i peyman bağlayıb əl tutduğumuz anı xatırlayırsanmı? Biz o vaxt əhd-i peyman elədik. Unutmamısan ki. Xeyr ağa, belə anı, belə məqamı heç unutmaq olarmı? Bir də adını kişi qoyanı sözü bir gərək. Mərhaba. Başımızdakı papaq dağa övrətlə çayı deyil. Mərhaba. Mərhaba oğlum. Çörəyim sənə halal olsun. Eğer oğlum Rəşid də sağ olsaydı, o da bu cür cavab verərdi mənə. Hardasan oğul? Belimi sındıran oğul.
Oğlumun yaraları yadıma düşende başımdan tüstü kalkır. Andolsun Reşidimin qəbrinə. Eğer düşman meydanında tek kalsam bile yine düşmandan el çekmeyeceğim. Ağa, ne buyurursan ağa? Eğer biz kırılmışık ki sen meydanda tek kalasan, ne kadar ki bedende canım var, ne kadar ki nefesim gidip gelir. Andolsun Reşit Bey'in öz canına ki, düşmenden intikamımı almayınca ondan el çekmeyeceğim. Çok sağ ol. Çok sağ ol. Reşidimin yadigarı. Bu gayreti, bu namusu ki ben sende gördüm. Derdimin %1'i kaldı. Çöreğim sana halal olsun Ahmet. Ancak bir mesele var. Gerek bu meseleni benim tedbirim olmadan görmeyesen. Bir de lal kâr olmak gerek. Ne demek istediğimi anlayırsan. Elbette ağa. Nece başa çıkmayabilirim? Düşmana ayırtmak olmaz. Bakın onlar da güçlüdür. Çok sağ ol. Çok sağ ol. Git. Mahmud'u yanıma salır. Erca benim oğlum Mahmud'da namus, gayret olsaydı, ercahında benim nişanelerimden hiç olmasa bir azaç olsaydı, kardeşinin intikamını çoktan almış olardı. Deyirəm, görəsən bu dünyada məndən bədbəxt adam varmı? Torpağın bunun hesabı var, mənim dərdimin hesabı yoxdur. Kaş ki mənim yerimə bir qara daş dolaydı anam. Kim özümü yandırır, çölümdə öz gəlir. Xırda xanım budur getdi, Xırda xanım odu gəldi. Xırda xanım Əbdülrəhman bəy adladı. Qadam Xırda xanıma da onun ərinədir. Arvad, yaxşı başlamısan. Hayıfdır, durma. Səbəbin evin Allahsız. Daşına qara daş düşsün elə. Evi darmadağın olsun. Görün məni bu evə düçar eləyəni yaman dərdə düçar olsun. Heç dərdini əlac da tapılmasın. Arvad, sabah yaman başlamısan ha. Bu, qoymazsan öz dərdimlə danışım. İnsaf da vuracam. Kim benimle danışmırsan, icazə ver bir stəkan çayımı içeyim, ondan sonra mürəxxəs olub çıxım gedim. Allah'ım var ondan sonra əllərinin ikisini belə dilə qulağımın dibinə başla gərəyə çağırmağa. Tələsmə, gedərsən. Araq durur, sən durursan. Çaxır durur, qumar durur, sən durursan. Sənin nə vecin axı? Yaman dərdə mən düşmüşəm. Elə bu dərddir də mən öldürəm. Elə bu dərddir məni bu qula salan. Abiçay, arın yox, namusun yox. Arvad, Allaha bax, imana bax. Qoymazsan 5 dəqiqə oturaq, hə? Abrın olsun, hayan olsun. Mən bilmirəm sən məndən nə istəyirsən. Qoymazsan öz fikrimə qalırsan. Qoymazsan öz ərdini çəkir. Arvad, mən səni deyirəm. Mən səni dərdəcəl edirəm. Mən səni hövsələdən çıxardıram, yoxsa sən məni, hə? Əşidəli olmamışsan ki, hayat olur. Sənin öz-özündən xəbərin yox, bir abət var. Özündən xəbərin ola ha. Sən bu dəstə, bu görüntüdə qalmarsan. Həcədə, Əbdülrəhim! Həcədə bir subuq gətircinlə çəkim, rədd olun çıxım gedim buradan. Yoxsa arvad başlayıb danqadırın eləməyə, hə? Bilirəm, gedərsən. Bilirəm, sələflisən.
araq qaldı axı. Nə eləyəsən? Daş düşüb də elə mənim bu başıma. Sənin nə vecinədir axı? Əgədə Mən də Əbdülrəhim. deyirəm ki, Əbdülrəhman bəy kimi sahabı olur. Allah çox şükür sənin kərəminə. Əgədə Əbdülrəhim səndən də öyle bir çubuk gətir. Sənin kimi kişini belə çay aşağı axıdım, çay yuxarı axtarım. Çox şükür sənə Allah. Mənə bax, sahabıma bax. Var, sən atmağın doğru. Bir mənə də görüm. Başıma soyuqdur. Ya havalanmamısın, hə? Əşi məndən nə istəyirsən, hə? Sən nə kişisən axı, mən səndən nə də istəyəm. Bilmərsən evdə nə var, nə yox. Arvadın dərdi nədir, uşağın dərdi nədir? Səhərdən axşamacan qalmısan küçələrdə. Gədə-güdəylə, uşaq-uşaqla qumar oynayırsan. Balam gecə qumar, gündüz qumar. Gecə qumar, gündüz qumar. Balam evin nəyi çatmır ki, mən də onun qeydinə qalım, hə? Arvad bilirsən nə var? Mən sənə çox məsləhət görürəm ki, gedəsən bir ağlaşmaya, orada üzü tutasan. Çünki o sənin üçün böyük bir məşğuliyyət olar. O düşdün. Mən onsuz da ağlamalı günə qalmışam da abiçan. Sənin kimi sahabı olan mən günə qalar. Arvad, axı sənə nə olur, hə? Nə insan? Arsan, əynin başı yoxdur. Dostundan, tanışından geri qalmışsan. Nədir belə can bozara çıxmışsan, hə? Kaş gelib mənim dərdim onlar olar. Axı bəs sənin dərdin nədir? Qoçaq, buyur söylə görək. Bilirsən nə var? Əvvəla onu götür ki, bizim bir yetişmiş qızımız var. Bu haqda bir zat fikirləşmirsən mi? Elə bundan ötərim bu qarabəllini gətirdin başımıza. Qızın dərdi ağzını dəstir. Xudaya, kərəmimə miş. Görəsən bu arvadların hamısı belədir. Qaçaraq Aladağdan Qaradağ, Qaradağdan Aladağ. Nədir? Kömür qaradır, qatıq da ağdır. Sən axır hədyana düzmüsən. Qızın dərdi az dərdi. Odur bax, onun tayları hamısı çıxıb gedib ərə. Üstə xanımın qızı getdi. Nurcahan xanımın da qızı getdi. Səftərqulu bəyin də qızı getdi. Arvad Allaha bax, Tanrıya bax. Bu qız dediyin alma deyil, qarpız deyil. Aparam tökən bazara, haysalam ki, ay alma alan, qarpız alan. Ağlın qaçı var. Bilirsən nə var? İndi ki mətləbin üstü açıldı. Mətləbin üstü açıldı. Böyük bir zülüm ilə, vay zülüm ilə açıldı. Yaxşı sən Allah, sən atağın gör, qoy sözümü deyim. Buyur görək. Bir mənə de görüm, getmisən mi İskəndər bəyin yanına? O universitet deyirsiniz, nə deyirsiniz qutarıb? Həkim gəlib. Deyirlər bir ağıllı kamallı, göyçək oğlandı. Belə bir şey ağlına gəlib deyil. Bildim daşa hara atırsan. Allah, özün ki hər şeyi məndən yaxşı bilirsən. Gərəkdir ki, əvvəla onu özün bizik gəlir. Yoxsa ki, mən gedin deyim ki, ay falan kəs, mənim qızım, gəl bunu al. Tutaq da ki dedim, heç alam. Yox. Aşı belə iş heç bir zamanədə görsənmir. Axı biz müsəlmanız. Mən bilirdim, bu başıma düşən daşı çoxdan bilirdim. Çox qəşəng bilirəm ki, sən o şuurun yəsi deyilsən. Dur get sən Allahı sevərsən. Dur get qumar oynamağın dalınca. Eybi yox, mən özüm bu işi düzəldərəm. Onda görərsən, analar necə qızlar olur. Allah axırın xeyir eləsin arvad. Əşi, sən özün nəsəl ki düzəltdiyin işdən ola. Amma mən axırda rüsvaçılıqdan qorxuram. Get Allahı sevərsən, get dalınca bir qara daş get. Mən gərək mütləq varından yoxundan çıxmalı olsam da bu işdən əl çəkmirəm. Allah, o qızlarını oxutmuşlar. Bilərlər ha, oğlanı keçirdəcəklər bəndlərinə. Deyir, çünki oldun dərmancı, çağır gəlsin dənk olur. Gedim görüm yemirəm.
Bu nedir? Ben seni həmişə ahuzaridən görürəm. Aya, buna səbəb nədir? Axı mən bu dudmani həmişə ağat, içində dilşadlıq görmüşəm. Nədir bəs səbəb? Bu evdən indi ah-nalə sədalar uçar. Kızım, mən dünya görmüş bir şəxsəm. Aç dərdini mənə söylə, mən sənə əlac taparam. Baba dərviş, mənim dərdimin əlacı elə bu göz yaşındadır. Odu su söndürər. Mənim də ürəyim ot tutub yanır. Dərdimi də elə bu göz yaşları söndürər, baba dərviş. Kızım, ürək dərdinin bir əlacı var. O da dərdi bir kimsəyə söyləmək, kimsəni dərdinə şərik etməkdir. Bir dərd çəkməkdə yarı dərd çəkmək yaxşıdır. Baba dərviş, dərdi söyləməyə ana gərək. Anam da 3 ildir ölüb. Bacı gərək, bacım yox. Qardaş gərək. Qardaşım da neçə illərdir ki, buradan didərgin düşüb. Atam da ki, xəstə adam. Yataqda yatır. Axı, mən dərdimi kimə söyləyim? Bir sirdaşım yox, bir dostum yox. Kızım, eğer bir kimsen yoksa çay kenarına git. Derdini akar sulara söyle. Derya kenarına git. Dağ kimi sahile gelip çırpınan lefelere de. O vaxt təskinlik taparsan. Meşelere, dağlara derdini söyle. O vaxt təsəlli taparsan. Kızım, leyli geceler öz derdini aya, ulduza söyleyip təsəlli tapardı. Mecnun, yağış qətrəlerindən Leylinin mezarındaki qarışqalara sipariş ederdi ki, onun yarının bedenini rahat bıraksın. Kızım, ben dünya görmüş bir dervişim. Gel sen derdini aç mənə söyle. Qulaq ver, baba dərviş. Dərdimi söyleyeyim sana. Gördüyüm bu evdə ərimlə neçə illərdir ki, xoşbəxt yaşayırıq. Düz varımız, dövlətimiz olmuyor. Amma öz əlimizin zəhməti ilə qazandığımız halal çörəyi rahatca yeyirdik. Qapımız da həmişə qonaq qaranın, qonun qonşunun üzünü açırdı. Başımızdan hələ indiyənə kimi qara bulutlar keçməmişdi. Amma bir gün mən bir varlı qadının evində işləyirdim. Ərim də tez-tez ora gəlirdi. Deməklə o qadının mənim ərimdə gözü varmış. Bir il olar ki, onun əri ölüb. O da ərimi yoldan çıxardıb aparıb evinə. Bu yaxınlarda onun kəbinli arvadı olub, baba dərviş. O gündən mən tək tənha qalırım. Mən indi nə eləyim, hə? Heç bilmirəm. Evdə uşaq yox. Başımı qatım. Mehrimi salmışam əkdiyim bu güllərə, çiçəklərə. Bir də kasıb daxmamıza. Nə eləyim, hara gedim? Axı dərdimi kimə deyim? Aram ol kızım. Aram ol. Derdim mənə məlum oldu. Nedendir? Gündüzlər sən gül çiçəklə vaxtını keçirib, gecelər özünə məşğuliyyət tapa bilmirsən. Kızım, bilginən cəm-i məzlumların pənahı o bir olan Allah'tır. Qovurlar ki, ged atan evinə kızım, gündüzlər atanla maraqlan, ona həmdəm ol, gecelər Allah Taala'ya el tut, dua et, qoy sənə səbrət ailəsin.
Əslən, məni dərdə salandan qisas almayın, baba dərviş. Məni oda salıb yandıranın oda düşüb yandığını görməyin, baba dərviş. Yox, mən qisas almayınca rahat ola bilmərəm. Kızım, belə fikirləri başından çıxart. Unutma, bilginən, cəmi, tək qalanların fənahı Allah'tır. Qisas bir şər əməldir. Zülm də şərdir. Əgər zülm edən bir şər törədirsə, qisas alanda bir şər törədir. Dünyada iki şərin yaranmasına səbəb olur. Odur ki, sən qisas almaq fikrindən vazgeç. Qoy, şər tək qalsın. Allah Taala'ya üst tut. Ona dua et. Qoy o sənə səbir versin. Baba dərviş, mən əkdiyim bu gül çiçəkdən, bu ev eşiyindən, həyat bacamdan ayrıla bilmirəm. Kızım, bak bu gördüğün gül çiçekler solar, xəzan olur. Ancak Allah Taala'nın sənə bəxş etdiyi o gül çiçekler heç vaxt solmaz. Səni gülzarlığa aparıb çıxarar. Get kızım, get atan evinə. Gündüzlər atana həmdəm ol. Geceler Allah Taala'ya el tut, dua et. O sənə səbir versin. Bax, mən də vaxtım olanda gələrəm. Başıma gələn keçmiş məcaralarımdan sizə söhbət edərəm. Zalimin zülmündən danışaram. Başa düşdün mü kızım? Səbr et. Səbr et kızım. Səbr et. Səbr. Yox. İntiqam gərək. Zülüm dünyanı bürüdüyü bir halda səbr etmək olmaz. Lazım deyil mənə cənnətin behişti. Mən cəhənnəmin bütün şeytanlarını köməyə çağıracağım. O zaman nəinki üzərindən, bütün bivəfa kişilərdən intiqam alacağım. Ey cəhənnəmin şeytanları, ey iblisin qoşunları, eşidirsinizmi məni? Köməyimə gəlin. Yadıma bir dağıl düştü. Gel sana deyim. Ha? Gel. Hadi. Gel. Yatır. Biri var değil. Koyayım da. Biri var değil. Biri yok değil. Bir örümcek vardı. Ha? Bu örümcek
divarda özü üçün tor qurmuşdu. Tor qurmuşdu. O hər gün bir neçə milçək tutub yiyərdi. Bir gün necə olmuşsa böyük bir milçəyə rast gəldi. Milçək tutub onu yedi. O yedi yerə keçdi. Sən də dövrə keç. Elə bu? Elə bu? Nədir? Sənin quyruğumu it yesin. Belə də nağıl ola. Bəs olmaz. Olmaz. Ha? Olmaz. Aslında biz ikimiz də burada ne üçün əziyyət çəkirik, hə? Hə? Bəni insan üçün odun yığırıq. Hə? Hə? Ne üçün? Ona görə ki, xanım buyurub. Xanım buyurub. Mən də bilirəm, xanım buyurub. Amma ne üçün? Hə? Ne üçün? Buyurub da. Ne üçün buyurub? Buyurub da, buyurub ki. Yığın. Adın yığın, biz də yığırıq. Gördün, indi başa düşürsən. İndi başlamısan başa düşmürəm. Aşağı zarafat bir yana qalsın. Biz ne üçün bu qədər əziyyət çəkirik, ha? Ne üçün, ha? Bəs ne üçün? Həm əvvəlcə xanım bura əcinnələri göndərəndə deyirdi ki, gedin odun yığın. Qoyun bir yer çıxın gəlin. Bu dəfən belə demədi. Bu dəfən dedi ki, gedin odun yığın, qoyun falan yerə qurban üçün. Ona qurban olun. Elə deyirəm. Yəni sən ona qurban olum sözünü özün eşitdi. Yox. Eşitdin deyəndə? Eşitdin deyəndə? Belə dedi. Dedi ki, bax, üzünü tutub bu yana. Dedi, ona qurban olun. Onda gün suya verildi. Kurtardı gitti. Milçək örümçəyi yedi. Bəs indi neyini, hə? Neyniyək? Neyniyəcək? Gəl, odunları yığaq, bağlayaq. Xanımın gəlmək vaxtıdır. Xanım indi gələcək. Tez ol odunları yığ. Bu ne? Biraz da istirahat edək. Bəs. Biraz da istirahat edək. Xanım indi gələcək. Odun yığdınız? Bəli, yığdıq. Demürəxxəs olun. Gedə bilərsiniz. Başla. Yox. Sən dayan. Get, elə bu dəqiqə. Şamama cadı qarını məğriblə məşriqin arasında olsa belə tap gətir. Başla. Eşitdinmi? Eşitdim. Gün batına kimi gətirməsən, sənin öz ətini anana yedirdəcəm. Bəlkə biraz tez gəldi, hə? Sizin hər bir əmriniz bizim üçün qanundur. İcazə verin gedim. Qaranquş donuna gir, uç. Harda olsa tap gətir. Başla. Ah, qurban. Bilsən səni necə istəyirəm. Heç bilmirəm mənə nə olub. Daş kimi ürəyim birdən-birə yumuşalıb.
İnsafdan, mürvətdən uzaq olan ürəyim, buz kimi soyuq olan ürəyim, Qurbanı görəndən sonra, ah, hələ onun gözləri, Qurban, bircə səni bağrıma bassaydım. Ha? Deyəsən elə Qurban gəlir. Ha? Budur. Bir şələ hazır odunda tapdım. Lap məhtər qalmışam valla. Gəl bax da var, gəl. Ay kişi. Belə də gün güzaran olar. Belə də iş olar. Öyle gəl. Öyle də qayıt get. Ay Allah. Ay Allah. Elə. Ne olaydı? Ne olaydı mənim də bir 100.000 manatlıq pulum olaydı. Bir de güzel bir arvadım. Kapımda döşerler sert çəkib duraydılar. Adım da olardı Qurban bəy. Mən kimdən əskiyəm, hə? Qəddi qamət desən, məndə. Göz qaş desən, o da məndə. Ne olub, Vallahi billahi o varlı balalarının heç birindən də əskik deyiləm. Amma söyle qılım ki adım olub odunçu Qurban. Dünən adı Cəlalı pul sayanda gördüm. Pulu sandığından çoma çıxarıb yığır qabağına. Özünü də 7 qəpiklik çolpa kimi belə də bir çəkir. Deyəsən bəlkə dünyanın yarısını elə bu yaradıb. Ama gel onun sifatına bak da. Gözleri kalmık gözleri kimi belə. Burnu 2 qarış. Ağzını da saqqalı bığı elə tutub ki, heç elə bir yerli dibli bunun ağzı yoxdur. Allah, əgər onun pulu məndə olsaydı, bilirsən nələr eləyərdi? Yetirə də, qurban olum Allaha. Yetir onun pulunu mənə, onu da görərsən lələşin nə lələşdi. Görərsən, nədir? Haqqın kərəminə şükür. Şükür haqqın kərəminə. Qurban, indi sən gözəlliyi, dövləti, bəyliyi, xoşbaxtlıq mı hesab edirsən? Hə? Yox babam, elə deyil. Axırı olmayan bir zada xoşbaxtlik demək olmaz. O ki, gözəllikdir, axırı yoxdur. Bəylik də bir qara qəpiyə dəyməz. O ki, qaldı dövlətə, milçək misalı bir şeydir, valla. Bu adamın başından uçur, qonur o biri adamın başına. Valla axırı yoxdur. Kişinin gələk dövləti, bax, qolunun qüvvətində ola, maşallah. O da ki, səndə var. Bəzi adamlar var ki, varı dövləti həddindən aşır. Amma arvadı bir ifritənin biridir ki, yazıq azza qalır ki, zəhər içsin. Amma sənin arvadın, maşallah, məlikə kimi bir qadındır. Valla, elə sən qapıdan içəri girəndə, o bir xoş sifətlə sənin başının altına bir yastıq qoyması, bilirsən, elə xoşbəxtlikdir da, valla. Bir də, qardaş, bu xoşbəxtliyi hərə bir cürə başa düşür. Bax, kasıb dövlətlənəndə deyil xoşbəxtdir. Acın qarnı doyanda deyil xoşbəxtdir. Dilənçinin əlinə dünənkindən bir abbasın artıq düşəndə deyil xoşbəxtdir. O qızlar var, gözü tutdu oğlana gedəndə, bayaqut da oğlan seçdiyi qızı evlənəndə deyil xoşbəxtdir. Qurban, sən də ki, odunçu babasan da, gəldin gələn kimi də yenə bir şələ odun tapdın, indi sən deyirsən xoşbəxtəm, bəxtim gətiribdir. Deyirəm, bunlar keçəndən sonra adamın gözəl bir arvadı ola. Ayo, Salimə yaxşı arvaddır. Amma nə fayda, Elə ağzı burnu
o söz. Elə mənim kimi çuluculuğun arvadı gərək elə olsun. Enime, Allah Hacı Cəlalın pulunu versəydi mənə, onda gəlib görərdin, lələşin nə lələşdi. Can nəqdin əgər etsən, ey şux təmənnasən, bir güşey çeşminlə eylə mənə eymasən, mənə eymayasən. Can nəqdinə gər etsən, ey şux təmənnasən, bir güşey çeşminlə eylə eymasən, eylə mənə eymasən. Niyaz, bir gözəl səs gəldi qulağıma. Mənim hanımın sözlərini oxuyur. Bir baxın görün kimdir? Ay, mən heç zad eşitmədim. Mənə bax, dərizad olmamışsan ki. Niyaz, vallahi qulağıma bir səs gəldi. Vallahi, heç bir səs zad yoxdur. Mənim bir qulaq az. Qulaq az. Adamın canını alır, Mənə bax. Yox, bu hər nədirsə insan səsi deyil. Əşi, yox, səs zad yoxdur. Vallahi heç səs zad eşitmirəm. Əşi, sən yadın bu günün günorta vaxtı yuxular görürsən. Əşi, səs olmuş olsaydı mənim qulaqlarım darını deşir. Səndən əvvəl eşidərdim. Vallahi, Niyaz, elə sən demiş, başıma hava gəlib, Olar. Amma yox, vallahi, billah, belə səsi mən heç vaxt eşitməmişəm. Əki, götür odunları və şələlə, götür, rədd ol, çıx gedin və şivə. Allah bazarın versin, gəl görün bura. Yaxşı. Ya Allah. Allah bazarın versin, yeri. Niyaz, sən axşam bir bizə qonaq gəl. Səni yaxşı kəlam dolmasına qonaq eləyərəm. Hay gözü, heç zaddan doymayan insan. Dünyanı yeyib, doymadım deyib ölən insan. Biz də gedək meşənin qalınlığına görə qarşımıza nələr çıxır.